Bugün tarixi bir gündür. Azərbaycanımızın cənnət məkan bölgəsi. O bölgəsi ki, şəhid qanı tökülüb. O bölgəsi ki, qazilərimiz canından keçib. Bugün QHT forum burada keçirilir. Mirvarid Dilbazi Poeziya Məclisinin rəhbəri olaraq çox qürur duyuram, sevinç dolu anlar yaşayıram. Nə gözəl ki, bugün QHT rəhbərləri, QHT agentliyinin təşkilatçılığı ilə burada keçirilir. Azad Xankəndində. Xankəndiyə gəlməyimiz bizim üçün bir xoşbəxtlikdir, bizim üçün böyük sevincdir. Çox yüksək səviyyədə keçən forumla hər kəs öz sevinç payını götürür. Mən də çox sevincliyəm, çox mutluyam və arzu edirəm ki, Azərbaycanımızın bayrağı daim yüksəkliklərdə dalğalansın. O bayraq ki, şəhidlərimizin nəfəsi var o bayraqda. Hər şəhid bir vətəndir, hər şəhid elə bir bayraqdır. Xankəndində bu forumun keçirilməsi ümumiyyətlə mən deyərdim ki, QHT rəhbərlərinin hamısının ümumi bir sevincidir. Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarının təşkil etdiyi bu forum bizim cənab Prezident İlham Əliyevin sərəncamına əsasən Konstitusiya və Suverenlik ili çərçivəsində qeyd olunur, davamlı olsun. Hər zaman Xankəndində bax belə gözəl tədbirlər keçirilsin. Biz də baxaq, sevinək.